Yay mövsümündə uşaqlar günün çox hissəsini parkda, dənizdə, hovuzda, müxtəlif uşaq əyləncə mərkəzlərində keçirir, aktiv hərəkət edir, müxtəlif səthlərlə təmas edir və ən önəmlisi tez-tez tualetə getməyə ehtiyacı duyur. Bu səbəbə görə uşaqlarda yay mövsümündə düzgün gigiyena vərdişlərinə əməl etmək daha vacib hal alır. Çünki yay mövsümündə sidik yolu infeksiyaları, mədə-bağırsaq infeksiyaları, koksaki, göbələk kimi infeksiyaların sayı hədsiz dərəcədə artır. Bir pediatr olaraq valideynlərə hər zaman deyirəm, uşaqlarımızı hər şeydən qorumağa ehtiyac yoxdur. Bizim edəcəyimiz tək şey mikrobların uşaqlarda infeksiya yaratmasının qarşısını almaq və uşaqlara düzgün gigiyena vərdişləri aşılamaqdır. Bu baxımdan mənim tövsiyə etdiyim tualet gigiyenası prinsipi sil, yuyun, qurula ardıcıllığına əsaslanır. İlk olaraq tualet kağızı ilə təmizlənmək, sonra su ilə yuyunmaq və daha sonra həmin nahiyəni yaxşı qurulamaq həm gigiyenik baxımdan, həm də dərinin rahatlığı üçün vacibdir. Yumşaq toxumalı və yüksək hopduruculuğa sahib tualet kağızı düzgün gigiyena vərdişinin ən vacib hissəsidir. Unutmayaq ki, uşaqlarımıza erkən yaşda aşıladığımız düzgün gigiyena vərdişləri onların sağlamlığını qorumağın ən sadə və təsirli üsuludur. Sağlam gələcəyin əsası da məhz hər gün təkrarlanan düzgün vərdişlərdən başlayır.